Əl-Cəzair və onun pul vahidi. Əl-Cəzair Cənubi Afrikada yerləşən bir ölkədir. Paytaxtı Əl-Cəzairdir. Rəsmi dili ərəbcədir. 2.381.000 kvadrat kilometr ərazisi olan Əl-Cəzair Afrikada ən böyük dövlətdir. Əhalisi 45 milyondan çoxdur. Əl-Cəzair pul vahidi Cəzair dinarıdır. 1964-cü ildən etibarən istifadə olunur. Bundan öncə Cəzair Fransız koloniyasının bir hissəsi olduğu üçün Fransız frankı istifadə edilirdi. Bir Azərbaycan manatı təxminən 78 Cəzair dinarı edir və ya bir ABŞ dolları 133 Cəzair dinarı edir. Cəzair valyutası beynəlxalq bazarda stabil olmaması səbəbindən məzənnə çox dəyişkəndir. Ən yüksək Cəzair dinarı banknotu 2000 dinardır. Təxminən 25 manat 50 qəpik.